Salam, biz bugün 4-cü sinif Azərbaycan dili 2-ci hissə dərsliyindən səhifə 43-dəki tapşırıqları həll edəcəyik. Gəlin başlayaq. Söz ehtiyatı. Çalışma C. Bir çox elmlərin açarını qoymuşdu cibinə ifadəsinin mənasını mətnə əsasən izah edin. Bu ifadədən biz başa düşdük ki, İskəndər savadlı idi, mükəmməl təhsil almışdı. Bu şəkildə. Çalışma C. Şəkil 6 məlumatı oxuyun. Sizcə nə üçün İskəndərə Zülqərneyn ləqəbi verilə bilir? Fikrinizi əsaslandırın. 1. Dəbilqəsində 2 buynuzu olduğu üçün, 2. Qurduğu dövlət şərqi və qərbi əhatə etdiyi üçün, 3. Həqiqətən buynuzu olduğu üçün. Şəklin altında verilmişdir ki, qərbi şərqdə sərkərdələrin istifadə etdiyi dəbilqə. Deməli, burada Zülqərneyn ona görə verilmişdi ki, bu ad 1-ci dəbilqəsində 2 buynuz olduğu üçün. Bu formada. Çalışma D. Oxuduğunuz nağıl və rəvayətlərdəki hansı məlumatlar İskəndər haqqında faktları əks etdirir? Fakt hesab etdiyiniz məlumatları qeyd edin. İskəndər Makedoniya hökmdarı Filippin oğlu olub. Deməli, İskəndərin atının adı Bukefal olub. Bir nümunə budur. Asiyada Bukefal adlı şəhər var. İskəndər Hindistan üzərinə yürüş edib və Makedoniyalı İskəndər ilə İran hökmdarı Dara arasında müharibə olub. Bu formada həll edilir. Çalışma D. Keçdik çalışma E-yə. Aşağıdakı verilmiş yaddaş xəritəsində uyğun qeydlər etməklə Böyük Fatih mətnini dinləyin. Uşaqlığı, təhsili, hökmdarlıq illəri, son illəri. Makedoniyalı İskəndərin. Deməli, keçək həmin bu Böyük Fatih mətnini oxuyaq. Uşaqlığı. Tarixin ilk nəhəng fatihi sayılan İskəndər eramızdan əvvəl 356-cı ildə Makedoniyanın paytaxtı Bela şəhərində dünyaya gəlib. O, Makedoniya hökmdarı Filippin oğlu idi. Atası onun təlim-tərbiyəsinə ciddi fikir verirdi. İskəndər kiçik yaşlarından Filippin generalı Lisimahdan tərbiyə alıb, oxumağı, lira çalmağı, at sürməyi, döyüşməyi öyrənib. İskəndər hələ uşaq olarkən iti ağlı, qətiyyəti, cəsarəti, inatkarlığı, fiziki gücü ilə yaşlılarından seçilib. Təhsili. İskəndərin 13 yaşı olanda Filipp görkəmli Yunan filosofu Aristoteli saraya dəvət edir. İskəndər 16 yaşına kimi Aristoteldən təbabət, fəlsəfə, əxlaq, din, məntiq və incəsənət sahələrində dərs alır. Gələcək hökmdar müəllimdən davranış qaydalarını, dövləti idarə etmənin sirlərini öyrənir. Hökmdarlıq illəri. Atasının ölümündən sonra 20 yaşlı İskəndər Makedoniyanın hökmdarı olur. 12 il ərzində uğurlu hərbi əməliyyatlar apararaq imperiyanın ərazilərini genişləndirir. İskəndər başqa sərkərdələrdən xeyirxahlığı və ədalətliliyi ilə fərqlənirdi. O, zəbt etdiyi əraziləri, yerli hakimləri dəyişmir, əhali ilə ehtiramla davranır, onların adət-ənənələrinə, dinlərinə hörmət edirdi. Yunan tarixçisi Plutarx özünün İskəndər əsərində yazır. Qələbə çalan İskəndər İran hökmdarı Daranın ailəsini əsir götürdü. Lakin hamıya tapşırdı ki, şah ailəsinə hörmətlə yanaşsınlar. Bu alicənablığına görə o, Asiya xalqları arasında böyük hörmət qazandı. İranı ələ keçirən İskəndər 327-ci ildə Hindistana üst tutdu. Hindistanın padşahı Por İskəndərin ordusuna qarşı saysız hesabsız piyada və süvarilərdən başqa 300 döyüş filidə çıxardı. Lakin məğlub edilməz sərkərdə bu döyüşdən də qalib çıxdı. Poru əsir götürdü. Hind padşahının məğrurluğu İskəndəri valid etmişdi. Ona görə də tutduğu əraziləri idarə etməyi elə Poronun özünə tapşırdı. Son illəri İskəndərin növbəti hədəfi Avropa idi. O, Siciliya və İspaniyanı da tutmaq istəyirdi. Lakin xəstəliyi buna imkan vermədi. Yenilməz sərkərdə eramızdan əvvəl 323-cü ildə vəfat etdi. İskəndərin qurduğu imperiya onun ölümündən dərhal sonra parçalandı. Uşaqlığı. Deməli, biz oxuduğumuz bu məlumatlara əsasən yaddaş xəritəsi tərtib edirik. Yaddaş xəritəsi üzrə qeydlər. Uşaqlığı eramızdan əvvəl 356-cı ildə anadan olub.
Biz çalışma E-ni bu formada yazacağıq. Eramızdan əvvəl 356-cı ildə anadan olub, Makedoniyanın paytaxtı Pella şəhərində dünyaya gəlib. Makedoniya hökmdarı Filippin oğludur. Təhsili Yunan filosofu Aristotelin tələbəsi olub, təbabət, fəlsəfə, əxlaq, din, məntiq və incəsənət üzrə dərs alıb. Hökmdarlıq illəri İskəndər 20 yaşından hökmdar olub, 12 il hökmdarlıq edib, İran, Hindistan üzərinə yürüşlər edib, imperiyasının ərazilərini genişləndirib. Son illəri eramızdan əvvəl 323-cü ildə vəfat edib, imperiyası ölümündən dərhal sonra parçalanıb. Çalışma E bu şəkildə həll olunur. Çalışma Ə. İskəndər haqqında məlumatların hansı mənbələrə aid olduğunu müəyyənləşdirin. Rəvayətlər Er, nağıl En, informativ mətin İE. 1. Bukefaliya şəhəri İskəndərin atının şərəfinə adlandırılıb. Bu rəvayətdir. Er. Buynuzunu gizlətmək üçün həmişə başına şiş papaq qoyardı. Bu nağıldır. 3. Şərqin məşhur filosofu Aristotel İskəndərin müəllimi olub. İnformativ mətin. 4. İran hökmdarı Dara ilə müharibə uzun müddət davam edir. Rəvayət. 5. İskəndər daim döyüşçülər arasında ruh yüksəkliyi yaradırdı. Rəvayət. 6. İskəndər 20 yaşında Makedoniya hökmdarı olub. İnformativ mətin. 7. İskəndərə verilən adlardan biri də Zülqərneyndir. 7 isə nağıl. Bu şəkildə çalışma Ə bu formada həll olunur. Deməli, bugünkü tapşırıqlarımız bu qədər. Kanalımıza abunə olmağı və bəyənməyi unutmayın.